Salam əziz dostlar və dəyərli izləyicilər. Reading videosundan sonra mənə çox müsbət mesajlar gəldi və buna görə hər birinizə təşəkkür edirəm və hətta həmin video çox izləndiyi üçün digər sosial şəbəkələrdə də paylaşmışdım. İstədim ki, burada da yenidən qısa bir taktika verim sizə. Ümumiyyətlə, heading bölmələrində verə biləcəyim qısa bir taktika var. Həmişə cümlələrdə, ümumiyyətlə paraqraflarda hansı zamanda danışacağına fikir verin. Bəzi hallarda paraqraflarda gələcəklə bağlı müəyyən istinadlar verirlər. Məsələn, fikir versəz, burada C paraqrafına fikir verin. Fikir versəz, burada gələcəklə bağlı will, ehtimal cümlələr, burada will. Bunlar nə deməkdir? Bunlar gələcəyə bağlı cavabdır. Burada heç bir şey düşünmədən variantlarda gələcəklə bağlı bir dənə ifadəni görə bilərsiniz. Bu həqiqətən də çox kömək edə biləcək bir taktikalardan biridir. Mənim ən çox sevdiyim taktikadır həmçinin də. Məsələn, deyək ki, burada B paraqrafını oxuyursunuz. B-ni yəni. Həmişə də cümlələrə baxın. Orada mənfiyə doğru nələrsə varsa, burada nəsə mənfi bir şey ola bilər. Burada biz ümumi oxuyanda suyun müəyyən istifadəsindən söhbət gedir. Məsələn, su hövzələrindən istifadədir. Sonrakı etaplarda suyun çatışmazlığıdır. Sonra ən böyük problemin su olduğunu, nə bilim, burada geniş səviyyədə suyun istifadəsi, baxırsınız ki, suyun istifadəsi nəyə gətirib çıxa bilər? Susuzluğa gətirib çıxara bilər. Avtomatik olaraq axtaranda burada 6-cını tapasınız. Yəni mənim həmişə dediyim bir söhbət var. Çalışın ki, sualları işləyəndə yaxşı mənada suallarla bir növ necə deyim, rol dildə bir söz var ki, yəni suallardan həzz almağa çalışın. Yəni o sualı çətin olduğunu düşünməyin. Məsəl üçün fikir versəz, bax, burada boşluq doldurmadır, düzdür? Boşluq doldurmada burada açar sözlərlə gedəndə boşluğa gələcək sözün müəyyənləşdirmək lazımdır və bir də açar sözlərlə baxanda burada müəyyən açar sözlərimiz var. Fikir versəz, məsələn, birinci açar sözümüz bunu götürürük, sonra become'ı götürə bilərik, su istifadəsi və s. Burada baxıram ki, burada eyni bu ifadə var və burada become və artım sözü var. Artım sözü və bundan sonra gələn cavab nədir? Bu hissədir. Fikir verin, tərcümə yoxdur. Sadəcə qısa konkret tərcüməsiz ümumiyyətlə bunun cavablarını tapmağa çalışmalısınız. Heç bir şey çətin deyil. Sadəcə hər şeyin bir taktikası var və videoları izləyin mütləq şəkildə. Həmin o taktikalardan istifadə edin. Ümid edirəm ki, o taktikalar sizin IELTS almağınıza həqiqətən də çox-çox kömək edəcək. Çox sağ olun.